Hər vaxtınız xeyir. Bu gün sizlərlə 5 iyun tarixində 4-cü siniflər üçün keçirilmiş monitorinq imtahanının C variantının suallarının izahını paylaşacağam. Baxırıq ilk 3 sualımıza şəkil üzrə olan suallardır. Birinci sualda şəklə uyğun sözü seçin. Şəkildə təsvir olunur stul, həmin variant isə C variantıdır. Qələmin rəngini dəyişim. C variantı doğru variantdır. İkincidə saat təsvir olunub, bu da B variantına uyğundur. 3-də isə şam təsvir olunub, bu da A variantına uyğundur. Növbəti mətnlə bağlı suallara keçid edək və bunların hamısını bir-bir mətndə sizə göstərmək istəyirəm. 4-cü sual Leyla toxumları harada əkdi? Bu mətndə öz əksini tapıb. Leyla, baxın, həvəslə anbarın yanındakı kiçik sahəni təmizlədi. Balaca çuxur qazdı, toxumlarını onların içinə qoydu. Üstünə su tökdü. Bu isə hardadır? Anbarın yanında. C variantı doğru variant olacaq. 5-də Leyla toxumları əkdiyi günün səhəri nə baş verdi? Ertəsi gün səhər gözünü açar-açmaz bağa qaçdı. Torpaq dünən necə idisə, eləcə də qalmışdı. Yəni heç bir dəyişiklik olmamışdı. Doğru cavab A variantı. 6. Leylanın dilindən verilmiş hansı cümlədə onun məyus olduğu hiss olunur? Baxırıq bura. Bir dəqiqə. Məyusluq, yəni gileylənmək, bu hardadır? Burada. Leyla deyir ki, gileyləndi. Nənə, bu toxumlar cücərmir ki, cücərmir. Bu cümlə onun məyus olduğunu bildirir. Digər variantlara baxaq. İndi isə başlayın böyüməyə. Bu məyusluq deyil. Toxumlar tez olun cücərin. Bu da məyusluq deyil. Deyir, bəlkə onlara daha çox işıq lazımdır. Xeyr, bu da məyusluq deyil, daha çox ümiddir. 7. Leyla ağacın budaqlarını niyə kənara çəkdi? Baxın, burada deyir ki, bəlkə Leyla, bəlkə onlara daha çox işıq lazımdır deyə düşündü və toxumların üstünə kölgə salan ağac budaqlarını çəkib digər budaqların arasına keçdi. Yəni toxumlara işıq düşsün deyə ki, kənara çəkib. B variantı doğru olacaq. Keçirik 8-ci sualımızla davam edirik. 8-də yazıq toxumlar qorxurlar ifadəsi ilə nənə əslində nə demək istəyir? Yəni bunun mənası mətndə yoxdur, amma bunu məntiqi olaraq siz buradan çıxara bilərsiniz ki, nənə əslində demək istəyir ki, qışqırmaq onların böyüməyinə kömək etmir. Doğru cavab A variantı olacaq. Onlar səsdən zədələnə bilər, xeyr, çünki toxumlar səsdən zədələnmir. Onlarla mehriban danışanda tez böyüyürlər, xeyr. Onlar səs-küydə böyüyə bilmirlər, xeyr, doğru cavab A olacaq. 9-da nənənin sözlərindən sonra Leylanın torpağa münasibəti necə dəyişdi? Yəni, bütün bu hadisələr baş verəndən sonra Leyla nə edirdi? Həmin toxum sətdiyi yerə qulluq edirdi və səbirlə gözləyirdi. Ona görə də A variantı doğru olur. 10-da Səməd Leylanın sözlərinə niyə güldü? Gəlin bunu tapaq. 10-cu sualda Səməd qəhqəhə çəkib güldü. Burada. Bu ki, sadəcə torpaq yığınıdır. Orada nə bitki var, nə də cücərti. Bu da hansı variantda olacaq? C variantında. Leylanın dirilik dediyi yer ancaq torpaq idi. 11-də güclü yağış Leylada toxumlarla bağlı hansı düşüncəni formalaşdırdı? Təbiət hadisələrinin bitkilərə fayda verdiyini əmin oldu, xeyr. Toxumları təbiət hadisələrindən də qorumalı olduğunu düşündü, bəli. Çünki o gedir həmin toxumların olduğu torpağın yanına ağaclar bastırır və üstünü örtür ki, yağış onlara zərər verməsin, güclü yağış. Doğru cavab B variantı olacaq. 12-də mətndə verilmiş o sakitcə oturub yarpaqların xışıltısına qulaq asırdı cümləsi Leylanın duyğuları haqqında bizdə hansı fikri formalaşdırır? Torpaq hələ də sustuğu üçün dirilik becərmək fikrindən əl çəkmişdi, xeyr, əl çəkməmişdi. Çox zəhmət çəkməli olduğunu xatırlayanda yorulurdu, xeyr. Toxumlara əsəbi olduğu üçün özünü sakitləşdirirdi, xeyr. Bu fəaliyyətdən və bağda olmaqdan zövq almağa başlamışdır, bəli. Doğru cavab D variantı olacaq. 13-cü sualımızla davam edirik. Cücərtiləri görəndə Leyla nəyi anladı? Cücərtiləri görəndə, burada deyil. Nənə ona deyir ki, bax bura. Leyla gözlərini açdı, torpaqdan balaca cücərtilər boylanırdı. Leyla sevincindən nə edəcəyini bilmədi. Deməli, toxumlar artıq kök salıblar. Yəni, Leyla nəyi anlayır? Leyla anlayır ki, toxumlar artıq torpağa kök salıblar. Bu da D variantında öz əksini tapır. 14. Nənənin mətnin ən sonunda görürsən, onların işi nə qədər çətindir ki, nəyi göstərir? Yəni, nəyin işi? Toxumun işi nə qədər çətindir, bunu demək istəyir onlar, yəni toxumların.
İndi baxaq görək, toxumların cücərənə qədər keçdiyi inkişaf prosesinə. Bəli. Yəni toxumların işi nə qədər çətindir? Yəni onlar cücərənə qədər nə qədər inkişaf prosesindən keçdiyini diqqətə çatdırmaq istəyir. Doğru cavab A variantı. 15. Hekayədə müəllif hansı əsas ideyanı çatdırmaq istəyir? İnkişaf üçün səbir və zəhmət lazımdır. Necə ki, Leyla bitkilərin, toxumların inkişafı üçün səbir etdi və zəhmət çəkdi. Doğru cavab B. 16. Nənə toxumları səyyaha bənzədir. Mətndən bu bənzətməni əsaslandıran cümləni seçib yazın. Gəlin mən sizə bu cümləni göstərim. Bu mətnin əsas hissəsindədir. Baxın. Onlar sanki yol axtarırlar, yəni kökləri nəzərdə tutur. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Yəni, belə yaza bilərik ki, onlar və yaxud da toxumlar sanki yol axtarır. Bunu səyyahların səyahətinə bənzədə bilərsən. Bu qədər. Keçək növbəti mətnimizə. Növbəti mətnimiz informativ mətndir. Davam edək. 17-ci sual. Tardiqratların su ayısının uzunömürlük sirri kimi qeyd olunan xüsusiyyətləri hansılardır? Gəlin baxaq tardiqratlara. Deyir ki, bunlar tardiqratların uzunömürlük sirridir. Nə? Bunlar deyir də. Buradan baxırıq. Kiçik olmasına baxmayaraq onun bədəni çox möhkəm və dözümlüdür. Su ayıları ən kəskin donmalara, qaynar sulara və hətta kosmosun havasız mühitinə belə davam gətirirlər. Bunlar, yəni bura qədər olan hadisələr tardiqratların uzunömürlük sirridir. İndi həmin fikirlər harda var? İnsanlar onları sevimli hesab etməsi xeyir. Uzun müddət yemək su olmadan yaşaması bəli. İtmiş bədən üzvlərini bir neçə həftəyə bərpa etməsi xeyir. Bu askaloplara aiddir. Havasız mühitdə belə sağ qala bilməsi bəli. 2 və 4. Bu da B variantına uyğun gəlir. 18 mətnə əsasən tardiqratlar su ayısı haqqında hansı fikir doğrudur? Pəncələri iti və təhlükəlidir. Xeyr, yəni bu hissədə o haqda heç bir məlumat verilməyib. Təhlükə hiss etdikləri zaman gizlənirlər. Bu lira quşuna aiddir. Müxtəlif temperatur şəraitində sağ qala bilirlər. Bəli. Baxın, burada deyir ki, çox soyuq, donmalar, qaynar sular, hətta kosmosun havasız mühitinə belə davam gətirirlər. Yəni don, çox soyuğa, çox qaynara, hər bir hava şəraitində sağ qala bilirlər, hər bir hava şəraitinə dözə bilirlər. Ona görə də C variantı doğrudur. D. Başqa heyvanların səslərini təqlid edə bilirlər. Bu da lira quşuna aiddir. 19. Tardiqratları su ayısının mətndəki digər heyvanlardan fərqləndirən cəhət nədir? Bədəninin parlaq rəngli olması. Xeyr. Sonra hərəkətləri təkrarlaya bilməsi. Xeyr, bu lira quşudur. Yalnız mikroskopla görünməsi. Bəli, digərlərini gözlə görmək olur. Amma bunu görmək üçün, baxın, burada yazır ki, mütləq mikroskop lazımdır. Ona görə də bu, digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdir. Çox uzun quyruğunun olması, xeyr, bu da deyil. 20. Alimlər tardiqratların hansı xüsusiyyətlərini, sirrini hələ də tam aça bilməmişdilər. Gəlin o hissəni tapaq. Burada alimlər hələ də onların bu sirrini tam aça bilməyiblər. Hansı sirrini? Onlar yemək, su olmasa, tam 30 il yuxu rejiminə keçib, sonra yaxşı şərait olanda yenidən canlanıb, həyatlarına davam edə bilirlər. Yəni, uzun müddətli yuxu rejimindən sonra canlanmalarının sirrini hələ də aça bilməyiblər. 21. Lira quşu ilə bağlı hansı fikir doğrudur? Bir dəqiqə səhifəni biraz da yuxarı çevirin. Aha, lira quşu haqqında mətndə burada verilib. İndi görək, buradakı sualda hansı cavab bu mətndə öz əksini tapır. Səs təqlidindən ov etmək və müdafiə olunmaq üçün istifadə edir. Bəli, budur. İndi tapaq. Deyir ki, eyni ilə təqlid edir. O, bu qeyri-adi bacarığından, yəni təqlid etmə qabiliyyətindən həm düşmənlərini qorxudub uzaqlaşdırmaq, həm də ovunu aldatmaq və ələ keçirmək üçün istifadə edir. Yəni, buradakı A variantı doğrudur. Düşmənlərdən gizlənmək üçün ağac budaqlarında gəzirlər. Xeyr, düşmənlərdən gizlənmək üçün meşənin dərinliklərinə, kolluqlarda gizlənirlər. C-də əsasən gündüzlər yatır, gecələr yem axtarırlar. Xeyr, əksinə. Əsasən gecə yatır, gündüz yem axtarırlar. Geniş və açıq olan ərazilərdə yaşamağa daha çox üstünlük verirlər. Xeyr, meşənin dərinliklərində yaşamağa daha çox üstünlük verirlər. 22. Mətnə əsasən lira quşu təhlükə hiss etdikdə nə edir?
ağacların hündür budaqlarına qalxıb orada dayanır. Xeyr. İstəyirsiniz buradan tapaq birbaşa, sonra baxaq. Təhlükə hiss etdikdə isə sürətlə qaçaraq kolluqların arasında gizlənirlər. Vəssalam. Bu hansı variantdadır? Sürətlə qaçıb sıx kolluqların arasında gizlənirlər. B variantı. Bir də bir variant seçməyə ehtiyac yoxdur. Keçək növbəti 23-cü sualımıza. Kvokkalar haqqında olacaq sualımız. Qaydaq kvokkalara. Deyir ki, kvokkaların ölçüsü təxminən hansı heyvanın ölçüsünə bənzər? Gəlin buradan tapaq görək onların ölçüsü haqqında. Kvokkalar kiçik ölçülü heyvanlardır. Ölçüləri təxminən bir ev pişiyi qədər olur. Yəni ev pişiyi. Burada da ev pişiyi C variantındadır. 24. Kvokkalar niyə həmişə xoşbəxt görünürlər? Xoşbəxt görünməsinin səbəbi nədir onların? Xoşbəxt görünməsinin səbəbi üzlərindəki sabit təbəssüm ifadəsidir. Bu da hansı variantdadır? Üz cizgilərinin onları gülümsəyirmiş kimi göstərdiyi üçün. Bəli, təbəssüm yəni gülümsəmək. B variantı doğrudur. 25. Mətnə görə kvokkaların xüsusiyyətləri haqqında hansı fikir doğrudur? Utancaqdırlar, xeyr, burada yazılmayıb. Qaşqabaqlıdırlar, xeyr, yazılmayıb. Dözümlüdürlər, bəli, bu yazılıb. Baxın, deyir ki, kvokkalar aylarla susuzluğa dözə bilirlər. C variantı doğru variantdır. 26. Niyə aksolotl özünü yenidən yaradan canlı adlandırılır? Baxaq. Çünki deyir ki, onu digər heyvanlardan fərqləndirən ən əsas xüsusiyyəti məhz özünü bərpa etmə qabiliyyətidir. Əgər bir aksolotl ayağını, quyruğunu, hətta ürəyinin bir hissəsini və ya beynini itirərsə, cəmi bir neçə həftə ərzində həmin üzvü heç bir iz qalmadan yenidən böyüdə bilər. Yəni, onun hansı xüsusiyyətdir? İtirdiyi üzvlərini bərpa edə bildiyi üçün belə adlandırırlar. D variantı doğrudur. Keçək 27-ci sualımıza. 27-ci sualımızla davam edirik. Müəllif niyə aksolotlun qolunu Lego parçası ilə müqayisə edir? Bərpa olunma prosesini oxucunun təsəvvüründə aydın canlandırmaq üçün. Bu da məntiqi cəhətdən buradan çıxarıla bilən cavabdır. Hazır cavab mətndə verilməyib. 28. Mətnin yazılmasında müəllifin əsas məqsədi nədir? Dünyanın ən sürətli və nəhəng heyvanlarını oxucuya daha yaxından tanıtmaq. Xeyr. Burada hətta tardiqratlar mikroskopla görünən canlı idi, nəhəng deyildi. Təbiətdəki hər bir canlının özünə məxsus bir gücə malik olduğunu göstərmək, bəli. Tardiqratların, sonra aksolotlların, kvokkaların, lira quşunun hamısının özünə məxsus xüsusiyyətini, gücünü bizə burada deyirlər, göstərirlər. Müəllifin də əsas məqsədi onu bizə göstərməkdir. B variantı doğru variantdır. Növbəti 29-cu sualımızla davam edək. Mətndə son abzas başlıqsız verilib. Aşağıdakılardan hansı həmin hissə üçün başlıq ola bilməz? Son abzası diqqətlə oxuyaq. Diqqətlə oxusanız görərsiniz ki, burada yenə heyvanlardan danışılıb. Bura uyğun olmayan tək başlıq A variantıdır. Texnologiya təbiətdən üstündür. Burada heç texnologiyadan danışılmayıb və hətta onun təbiətdən üstün olmasından isə ümumiyyətlə danışılmayıb. Ona görə də A variantı doğru variant olacaq. Keçirik 30-cu suala. Lira quşu haqqında hissədə onun təbiətin ən bacarıqlı səs yazan cihazı olduğu deyilir. Müəllifin canlı quşu cihaz adlandırmasını əsaslandıran hissəni mətndən seçib yazın. İndi baxaq. Dedik ki, burada cihaz adlandırmasını, səs yazan cihaz. Avstraliyada yaşayan lira quşu təbiətin ən bacarıqlı səs yazan cihazıdır. Bu quş təkcə digər quşların nəğmələrini deyil, ətrafda eşitdiyi hər şeyi təqlid edə bilir. Bax, buna görə onu elə adlandırıblar. İndi yazırıq ki, bu quş təkcə digər quşların nəğmələrini deyil, ətrafda eşitdiyi hər şeyi təqlid edə bilir. Hər şeyi təqlid edə bilir. Vəssalam. Əgər yeriniz varsa, daha böyük biraz da davam elətdirə bilərsiniz. Hətta bura kimi. Meşələrin dərinliklərində fotoaparatın çıxıltısını, fiksiyasını və ya ağac kəsən mişarın uğultusunu eyni ilə təqlid edildiyini eşitsəniz, təəccüblənməyin, bu lira quşudur. Yəni, buralara kimi davam edə bilərsiniz. İndi isə keçək, riyaziyyat suallarımızla davam edək. 31.
Şəkildə 4 bərabər kvadratdan müxtəlif formalı fiqurlar düzəldilmişdir. Hansı fiqurun perimetri ən kiçikdir? Baxırıq. Bunun perimetrini, yəni perimetr nədir? Tərəfləri. Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bunda 10'dur. Burada 2, burada 2, burada 2, burada 2, burada 8. Bunda 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada da 3, 5, 6, 7, 9, 10. 10 da burada. Ən kiçiyi hansıdır? 2. B variantı. 32-ci sualımıza baxaq. 32-ci sualda deyir ki, 120 ədəd ağ, 126 ədəd tünd rəngli yumurtaları satış üçün qablaşdırmaq məqsədi ilə 2 növ yumurta qablarından istifadə edilir. Ağ rəngli yumurtalar üçün 3 sıra və hər sırada 5 yuva olan qab, tünd rəngli yumurtalar üçün isə 3 sıra və hər sırada 6 yuva olan qab. Yumurtaları yeşikləmək üçün cəmi neçə yumurta qabı lazım oldu? İndi baxırıq. 3 sıra və 5 yumurta bu qabdır. 3'ü vururam 5'ə edir 15. Və 3 sıra 6 yumurta, 3'ü vururam 6'ya edir 18. Bu ağ rəngli yumurta üçün lazımdır və 120 ağ rəngli yumurta var. Bu isə tünd rəngli üçün lazımdır, 126 tünd rəngli var. İndi 120'ni bölürəm 15'ə, düşür nə? 8. 126'nı bölürəm 18'ə, düşür 7. Bizdən isə ümumilikdə soruşur, cəmi soruşur. Cəmi soruşursa 8'in üstünə 7 gəlirəm, edir 15 yumurta qabı. C variantı doğru variantdır. Davam edək 33-cü sualımızla. 33-cü sualda deyir, fiqurlardan hansı 16'da 4 hissəsi ştrixlənir? Birinci 16'da 4'ü ixtisar edək ki, görək ki, sonunda nə qalır? Çünki bu bizi aldada bilər. 16'da 4. Hər ikisini 4'ə bölürəm. Düşür nə? 4'də 1. Yəni, hansının 4'də 1 hissəsi ştrixlənir? Baxıram A variantını. Və yaxud da burada hər ikisini 2'yə də ixtisar edib, nə qalardı? 8'də 2 də olsaydı, əgər cavabların içində 8 yerə bölüb ikisini rəngləsəydilər, onu da doğru götürə bilərdim. Amma o variant yoxdur. Ona görə də A variantı doğrudur. 34-cü sualımızla davam edək. Dərslərdə istifadə olunan İstifadə etmək üçün istəyən mərkəzinə hər birinin qiyməti 2500 manat olan 8 ədəd robot dəsti və hər birinin qiyməti 1300 manat olan 6 ədəd dron aldılar. Məhsulları almaq üçün ayrılan 30.000 manat məbləğdən nə qədər pul artıq qaldı? Hesablayaq. 2500'ü vuraq 8'ə 0, 0, 0, 4 yadda 20'ni. Sonra 1200'ü də vururuq 6'ya 0, 0, 2 və 7, 7200. İndi 20.000'in də üstünə 7200'ü gəlirik. 0, 0, 2, 7, 2. 27.200. Bizi də ayrılıb 30.000 pul. 30.000'dən çıxıram 27.200'ü. Yerdə nə qalır? 2800. A cavabı doğrudur. 35-ci suala baxaq. Birinci qutuda, ikinci qutudan 4 ədəd çox kürəcik var. 2 qutuda ümumilikdə 44 kürəcik varsa, birinci qutuda neçə ədəd kürəcik var? Bunu mən tənliklə də edə bilərəm. Elə belə tam hissə modeli ilə də edə bilərəm. Deməli, az olan ikinci qutudur. İkinci qutunu x-dan işarələyirəm. Birinci qutuda deyir, ikincidən 4 ədəd çox. Onda x üstə gəl 4 yazıram. Hər ikisində 44'dür. Yəni x üstə gəl 4 bərabərdir 44. Və 2x bərabərdir 44 çıx 4, 2x bərabərdir 40, x da bərabərdir 20. İndi x 20'dir, burada x plus 4 də 24'dür. Yəni birinci qutuda 24 kürəcik var. İndi isə tam hissə modeli ilə göstərin. Tam hissə modelində isə necə olur? Təsəvvür edin ki, bu birinci qutudur, bu ikinci qutudur. İndi deyək ki, birinci qutuda ikincidən 4 dənə kürəcik çoxdur. İkisi bir yerdə 44'dür. Əgər burada plus veribsə, mən ümumidən bu plus olanı çıxacaq. Yəni, 2 dənə kvadrat bərabərdir 44 çıx 4. 2 dənə kvadrat, belə yazım, bərabərdir 40. Eyni kvadratda axı. Kvadratın da biri bərabər olacaq 20'yə. Gətirib yerinə yazıram 20, 20. Bu birinci 20 üstünə 4 elədi 24. Bu ikinci isə elədi 20. Bizdən də birincini soruşur deyə 24 götürürəm. A variantı doğru olur. 36-cı suala baxaq. Rəqəmlər yazılmış 3 kartı yan-yana qoymaqla düzəldilə bilən ən böyük 3 rəqəmli ədəd ilə ən kiçik 3 rəqəmli ədədin fərqi neçədir?
Ən böyük ədəd deyirsə, böyükdən kiçiyə düzürəm ədədləri. Ən kiçik deyirsə, kiçikdən böyüyə düzürəm. Amma burada bir şeyə diqqət edirəm. Axı burada sıfırdan ədəd başlaya bilməz. Ona görə 3 ilə sıfırın yerini dəyişirəm. İndi bunların fərqini deyir. Ona görə də çıxıram. Ondan 4 çıxıram. 6, 2 və 1. 126. C variantı doğrudur. 37. Ulduzlar müəyyən qayda ilə düzülmüşdür. Baxırıq. 1-də 1-in kvadratı 1. 2-də 2-in kvadratı 4. 3-də 3-ün kvadratı 9. 4-də 4-ün kvadratı 16 olacaq. Və yaxud da 1 üstə gəl 3 elədi 4. Sonra 4-ün üstünə 5 edəcək 9. Sonra 9-un da üstünə 7 gələcəm. Çünki 3, 5, 7 davam edir. Bu da edir 16. Doğru cavab 16 olacaq. D variantı. 16D. 38-ci sualımıza baxaq. Səmaya xala sağdığı 12 litr südün yarısını 3 litrlik bankalara, digər yarısını isə 500 millik bankalara yığdı. Deməli 12-nin yarısı 6 litrdir. 6-nı bölürəm 3-ə düşdü 2 banka. İndi yenə 6-nı minliyə çevirirəm. Çünki millə deyir axı 6000 millilitr. Bölürəm 500 milə. Düşür burada 12 banka. İndi 12-si buna lazımdır. İkisi də yuxarıdayına eləyir ümumilikdə 14 banka. Doğru cavab C variantı. Keçək şəklə əsasən olan tapşırıqlara baxaq. Bir dəqiqə bunu biraz da balacaladım ki, daha aydın həllini görək. Baxırıq. Deyir ki, Humay 62 şəkli yeni aldığı alboma yerləşdirmək istədi. Albomun hər səhifəsi eyni qaydada, eyni sayda şəkil tutur. O bu qayda ilə 15 şəkli səhifəni şəklə tam doldurdu. Şəkillə tam doldurdu, üzr istəyirəm. 16-cı səhifəyə isə artıq qalan 2 ədəd şəkli yerləşdirir. Albomun hər səhifəsi neçə şəkil tutur? Deməli, burada 2 ədədini yerləşdirir də 16-cıya. Ona görə 62-dən birinci o 2-ni çıxıram, qalır 60. Qalanlarına, yerdə qalan 15 səhifəyə hamısını eyni sayda yerləşdirir. Ona görə də 60-ı bölürəm 15-ə, 15-ə. Düşür 4. Deməli, hər səhifəyə neçə şəkil yerləşdirə bilər? 4 şəkil. Hər səhifəsi neçə şəkil tutur? 4 şəkil. B variantı 39-da doğru olacaq. İndi 40-da başqa bir şey deyir. Deyir ki, albomun heç bir şəkil yapışdırılmamış səhifələrinin sayı, şəkil yapışdırılmış səhifələrinin sayının 3 mislindən 2 ədəd azdır. İndi albomun neçə səhifəsinə şəkil yapışdırılıb? 16. İndi 16-nın 3 mislindən 2 ədəd az. 2 ədəd az deyirsə, çıxacam 2. Bərabərdir. 3 dəfə 6, 8, 48. 48-dən də 2 çıxıram, qalır 46. İndi deyir ki, albomda cəmi neçə səhifə var? 46-sına yapışdırılmayıb. Neçəsinə yapışdırılmışdı? 16-sına. İndi 46-nın da üstünə 16 gəlirik. Eləyir 62. Neçəsinə yapışdırıb? 62-sinə. İndi bunu aşağıdakı həll olaraq yazsam, belə yaza bilərəm. 16 vur 3. Çıx 2 bərabərdir 48 çıx 2 bərabərdir 46. Sonra aşağıdan yaza bilərsiniz 46 üstə 16 bərabərdir 62 səhifə. Bu qədər. 41-ci sualımızla davam edək. Şəkildə verilmiş fiqurun göstərilən xəttə görə simmetrik təsviri hansı variantda verilmişdir? Baxaq, A variantı dəqiq deyil, çünki fiqur çəplənib burada. Simmetriya nə idi? Bütün nöqtələri üst-üstə düşdün qatlananda. B də deyil, çünki burada 2 damadır, simmetriya xətti ilə arasında, burada isə 1 dama. C də deyil, burada təpə nöqtələri arasında 2 damadır, burada isə təpə nöqtələri arasında 3 damadır. Doğru cavab D variantı olacaq. Növbəti 42-ci sualımıza baxırıq. Burada deyir hansı fiqurdur? Fiqurlar qrupuna üstdən baxdıqda görünən üçlük variantlardan hansıdır? Baxırıq, burada üçbucaqdır. Burada dairədir, burada düzbucaqlıdır. Bu da hansındadır? D variantında. İndi növbəti sualımızla davam edək. 43-cü sualımızla. Şəms bütün şəkərbura və paxlavaları 6 qaba düzdü. Hər qabda 2 ədəd şəkərbura, 3 ədəd paxlava oldu. Hərəsi elə bil ki 6 dənə qabdır. Hərəsində 2 şəkərburadır və 3 də paxlavadır. İndi nə edirik? Cəmi deyir neçə şirniyyat var. 2-ni də vururam 6-ya, edir 12. 3-ü də vururam 6-ya, edir 18. Cəmi şirniyyatları soruşduğu üçün toplayıram, edir 30. C variantı doğrudur. 44-cü sualımıza baxıram. Verilmiş bölmə əməlinə əsasən A və B-nin yerinə hansı rəqəm yazılmalıdır?
Neçəni 18-ə vuranda 90 alınır? 5. Bunu tapdım ki, A 5-dir. Sonra baxın, burada 2-ni 18-ə vurub buradakı ədəd alınır. 2-ni 18-ə vuranda nə alınır? 36. Deməli, B-də olacaq 6. Doğru cavab A variantı olur. 45-ci sualımızla davam edək. 45-də siz bu 1-də 1 dənə kvadrat var, 2-də 2, 3-də 3. Əgər 6-cını soruşursa, siz 6 dənə kvadrat çəkib onun tərəflərini saya bilərsiniz. Amma belə də gedə bilərsiniz. Baxın, 1, 1-də 4-dür. 2-də 1, 2, 3, 4, 5, 6, 7-dir. 3-də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-dur. Neçə artır? 4-ün üstünə 3, 10, 10-un üstünə 3, 7-nin 4-ün üstə 3, 7, 7-nin üstə 3, 10, 10-un üstə 3, 13 eləyəcək. Bura 13 olacaq, 4-cü. Sonra 5-ci və 6-cı yazım. 13-ün üstünə 3 gələcəm, edəcək 16. 16-nın da üstünə 3 gəlsəm, edəcək 19. Deməli, 6-cı fiqurda 19 çöp olacaq. Doğru cavab B variantı olacaq. Keçirik növbəti sualımıza. 46-cı suala baxaq. 46-cı sualda deyir ki, mağazada endirim var. Hər məhsul üçün etiketdə gördüyünüz qiymətin 1/4 qədər ödəniş edir. Samir mağazadan aşağıdakı cədvəldə verilənləri bəyənir. Şalvar 48, köynək 44 manat. Samirin 100 AZM pulu varsa, bəyəndiyi məhsulların hərəsindən bir ədəd aldıqdan sonra nə qədər pul qalır? İndi 1/4 deyirsə, 48-i 4-ə bölüb vururam 1-ə, düşür 12 manat. 44-ü də yenə 4-ə bölüb vururam 1-ə, düşür 11 manat. 12 ilə 11-i toplayıram, edir 23 manat. Bunun da 100 manat pulu var. 100-dən çıxıram 23-ü, qalır 77 manat. Doğru cavab A variantı. Nurlan 7 sayda kubu bir sıraya düzüb, kuboid düzəltdi və kuboidin bütün üzlərini boyadı. Nurlan kubları yenidən ayırsa, kubların ümumilikdə neçə üzü boyanmamış olar? Baxın, bu birləşən üzlər boyanmır. 2 dənə hər kubun bu birləşən tərəfi boyanmır. Yəni, neçə dənə olacaq? 6 dənə birləşib, amma 2 dənə kub daxı. Yəni, bu kubun da bu üzü boyanmır, bunun da bu üzü boyanmır. Ona görə də 6-nı vururam 2-yə, 12. 12 dənə üz boyanmamış qalır. İndi ümumi deyir, neçəsi boyanmışdır. Bir kubun neçə üzü var? 6 üzü var. Burada neçə kub var? 7. Ona görə də 6-nı vururam 7-yə, 42. Cəmi 42 üz var. 42-dən də çıxıram 12-ni, boyanmayanı. Qalır yerdə 30 üz boyanan. C variantı doğru olacaq. 48-ci suala baxaq. Eni 12 metr, uzunluğu 20 metr olan düzbucaqlı şəkildə torpaq sahəsinin kənarına hasar çəkilmişdir. Sahənin en tərəfindən biri qonşu sahə ilə ortaq olduğuna görə həmin tərəfdə artıq hasar mövcuddur. Qalan 3 tərəfdən birinə isə 4 metr uzunluğunda dəmir darvaza qoyulmuşdur. Cəmi neçə metr uzunluğunda hasar çəkilmişdir. Deməli, bura 20-dirsə, burada 20-dir. Yazıram 20, üstə gəl 20, üstə gəl. Bura 12-dir, amma bu 4-ündə dəmir darvaza var. Ona görə də 12-dən 4-ə çıxıram, qalır 8. Yazıram 8-də bura. 20 üstə 20, 40, 40-ın üstə 8, 48. B variantı doğrudur. 49-cu sualımızla davam edək. 49-cu sualda deyir ki, 5 gün ərzində təsvir olunmuşdur. Qrafik üzrə, xətti diaqram üzrə. İndi bizə sual verir ki, 4-cü gün əldə etdiyi gəlir, 1-ci gün əldə etdiyi gəlirdən nə qədər çoxdur? 4-cü gün əldə etdiyi gəlir buradır. Burada gəlir düşür hara? 900, 1000, 1100. 1100-dən çıxacam. 1-ci gün isə 600 gəlir əldə edib, 600-ü. Qalacaq 500. Bu da hansı variantdadır? C variantında. 50-ci sualla davam eləyək. Bir velosipedçi 3 saata 36 km yol qət etdi. Sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçi 4 saata nə qədər yol qət etdi? Əgər sürət məsələlərində çətinlik çəkilirsə, 3 bucaqdan istifadə edirik. Bura yol, bura sürət, bura zaman. Deyir ki, 36 km, 36-nı bura yazıram. Saat deyirsə, 3-ü bura yazıram zamana. Sürəti tapıram. Sürəti tapmaq üçün 36-nı 3-ə bölürəm, qalır 12. Bura yazırıq 12. Deməli, bunun sürəti 12 km saatdır. İndi deyir ki, bu sürətdən 6 dəfə böyük. Dəfə böyük deyirsə 6-ya vururam. Eləyəcək 2, 72. Yenə 3 bucaq çəkirəm və bölürəm hissələrə. Yol, zaman, sürət. İndi mən sürəti nə tapdım? 72 tapdım. Mənə saatı da verir 4 saata nə qədər yol gedir. Saata da yazıram 4. Yolu tapmaq üçün isə 72-ni vuracam 4-ə. Edəcək 288 kilometr. Bu da hansı variantdadır? D variantında. Doğru cavab D. Və 51-ci sualla davam edək. Bir ədədi. Baxın, bunu tərsdən olan hesablamaları belə edirik. Ədədim nədir bilmirəm. Bir ədədi 3 dəfə artırıb, vururam 3-ə. Üzərinə 5 əlavə etdikdə, bir dəqiqə. Aha, vurdum 3-ə, burada bir ədəd alındı. Tərsdən bunun üzərinə 5 əlavə eləyirəm.
alınır 20. Yəni bura 20 yazıram. Həmin ədəd neçədir? Yəni mən əvvəldən tapmalıyam. Əvvəldən tapmalıyamsa sondan əvvələ doğru gedirəm, amma burada verilən o hesab əməllərinin işarələri tərsinə çevirirəm. Üstə 5-dirsə 20-dən 5 çıxacam, qalacaq 15. Vur 3-dürsə 3-ə böləcəm. 15-i də böləcəm 3-ə, düşəcək 5. Deməli, birinci ədədim 5 olur. 5-i 3-ə vururam, 15 eləyir. 15-in üstə 5 gəlirəm, 20 eləyir. Doğru cavab A variantı. A. 51-də doğru cavab A variantı olacaq. Keçək növbəti 52-ci suala. Aşağıdakı kəsirlərdən biri digər üçünə bərabər deyil. Bu hansı kəsirdir? Gəlin hər birini adi kəsirə çevirək. Baxaq, A variantında %3. B-də %30-dur. Bunu da ixtisar eləsəm yerdə nə qalır? 10-da 3 qalır. C-də elə 10-da 3-dür. D-də də 10-da 3-dür. Yəni burada eyni olmayan, digərləri ilə eyni olmayan hansıdır? A variantı. 53-ə baxaq. Verilən fiquru düzbucaqlı paralelipipedi tamamlamaq üçün neçə vahid kub lazımdır? Baxıram. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. 4 vur 5. Üstə gəl. Burada 1, 2. 2 eləyir 22. 22-si burada var. İndi bu kubun həcmini tapaq. 4, 5 və 3. 4 vur 5 vur 3 bərabərdir 60. 60-dan çıxıram 22-sini, yerdə qalır 38. Doğru cavab B variantı. 54-cü sualımıza baxaq. Cədvəldə bir həftə ərzində geyim mağazasında satılan köynəklərin sayı verilmişdir. Bu məlumatı Samir xətti diaqramda, Aynur isə sütunlu diaqramda təsvir etdi. Onların hansı bu məlumatı düzgün təsvir etdi? Baxıram, bazar ertəsində 5, burada da 5-i düzgün göstərib. Çərşənbə axşamı 4, düzdür. Çərşənbə 4, düzdür. Cümə axşamında 7, düzdür. Cümədə 6, xeyr. Burada səhvdir. Artıq 5 göstərib. Burada olmalıydı nöqtə. Sonra şənbədə 8, düzdür. Bazarda 7, düzdür. Bir dənə burada cüməni səhv göstərib. Keçək növbəti digərinə baxın. Bazar ertəsində 4, 5, çərşənbə axşamı, çərşənbədə 4, düzdür. Cümə axşamında 7, bunu səhv göstərib, 6-nı göstərib, bu səhvdir. Bu səhv, daha doğrusu bu səhvdir, bu düzdür. Sonra cümədə 7 göstərib, amma burada 6-dır. Bunu da səhv göstərib. Şənbəni göstərib 8, düzdür. Bazarı göstərib 7, bunu da səhv göstərib. Burada cümə axşamı, cümə və bazarı səhv göstərib. Yəni, heç birində doğru deyil. Ona görə D variantını seçəcəm. 55-ci sualımızdan davam edək. 55-ci sualda deyir ki, şəkildə paralel paltar asılqanının bəzi hissələrini göstərən xətlər hərflərlə işarələnmişdir. Aşağıdakılardan hansı doğrudur? A variantında deyir ki, A və B düz xətləri paraleldir. Baxıram, A xətti və B xətti həqiqətən də paraleldir. Bu doğrudur. Digərlərinə baxaq. C və D düz xətləri kəsişir. Bu C-dir, C. Bu da D-dir. Bunlar hər ikisi paraleldir. Paralel düz xətlər heç vaxt kəsişmir. Ona görə bu yanlışdır. C-də deyir ki, C və D düz xətləri perpendikulyardır. Xeyr, dedi ki, paraleldir. D-də F və E düz xətləri paraleldir. E və E. Xeyr, bunlar kəsişir, özü də perpendikulyardır. Ona görə də D-də yanlışdır. Doğru cavabımız A olacaq. Keçək 56-cı sualımıza. 56-cı sualda deyir ki, İdman meydançasının oyun zonasının uzunluğu 90 metr, eni 45 metr olan düzbucaqlı formasındadır. Oyun zonasının sahəsi nə qədərdir? Sahə deyirsə, eni uzuna vuracam. 45-i vuracam 90-a. 5, 4 yadda, 36, o da 4, 40. 40.000, 50. C variantı doğrudur. İndi 57-də biraz fərqli deyil. Həmin bu meydançaya aiddir, amma nə deyir? Yarışdan əvvəl meydançanın oyun zonasının kənarları ağ boya ilə yenidən xətlənməlidir. Bir qab ağ boya ilə 50 metr uzunluğunda xətt çəkmək mümkündürsə, bütün oyun zonasının kənarlarını bir qat xətləmək üçün ən azı neçə qab boya lazımdır? Yəni, düşünün ki, bu oyun meydançasıdır. Bunun hər bir kənarını mən xətləməliyəmsə, deməli, perimetri tapmalıyam. Ona görə də 2-ni vururam 45, üstə gəl 90-a, bərabərdir 2 vurulsun 135-ə, o da bərabərdir 270-ə. İndi deyir ki, bir qab boya ilə 50 metr uzunluğunda xətt çəkir. Gəlin tapım görüm 270-in içində neçə dənə 50 var. 270-i bölürəm 50-yə. Düşür 5, qalıb da düşür 2. 2 yoxu, daha doğrusu 20. Qalıb düşür 20. 270-i 50-yə böləndə. Yəni 5 dənəsinə çəkirəm, 5 qab işlədirəm, 250 metrinə çəkirəm. Bu 20 metrim qaldı.
Bu 20 metri də çəkmək üçün mən əlavə 6-cı qabı da götürməliyəm. Yəni 5 qabım var, 5 qabım var. Əlavə bir qab da götürməliyəm ki, 6 qab olsun ki, mən tam bunu çəkim. Ondan sonra 30 metrlik boya artıq qalır, qalsın da mənə lazımdır ki, bunu tamamlayım. Doğru cavab 6 olacaq. 58-ci suala baxaq. Ayağının əlində 10 ədəd aşıq var. Bütün aşıqlardan istifadə edərək abaq üzərində rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəd düzəltdi. Ayağın abaq üzərində hansı ədədi düzəltdi? Ən böyük şərtləri yazıram. 10 aşıq. Müxtəlif rəqəmli. Sonra ən böyük 4 rəqəmli. İndi bir-bir gedirəm. Ən böyük deyirsə, ən böyükdən başlayıram. 9, 1, 0, 0. Ola bilməz, çünki 2 dənə eynidir, müxtəlif olmadı. 8, 2, 0, 0. Bu da ola bilməz, 2 dənə eynidir. 8, 1, 1, 0. Ola bilməz, bir-birlər eynidir. 7, 2, 1, 0. Bəli, bu ola bilər, çünki hamısı müxtəlifdir. Doğru cavab 7210 olacaq. 59-a baxıram. Saat 2:00 olduqda dəqiq və saat əqrəbi arasındakı bucaq 60 dərəcədir. Saat 6:00 olduqda isə açıq bucaq olur. Açıq bucaqda bildiyiniz kimi düz xətt, yəni 180 dərəcədir. 180. İndi deyir ki, 2-dən 6-ya qədər olan zaman müddətində saat əqrəbi neçə dərəcə dönər? Yəni bura sual olan yeri tapıram. Onu da tapmaq üçün 180-dən çıxacam 20-ni. Qalacaq 120-ni nədir? 60-ı. Qalacaq 120 dərəcə. Doğru cavabımız 120 dərəcə olacaq. 60-cı sonuncu sualımıza baxaq. Diaqramda fevral ayında işıq, su, qaz üçün xərclənən pay göstərilib. Ümumi xərc 56 manatdır. Deməli, yazıram mən buradan. İşıq, qaz, su. Hamısı 56 manatdır. İndi işıq, tapıram bir-bir. İşığı nə göstərir? 7-də 2. Yəni 56-nı 7-yə böləcəm, vuracam 2-yə. O da olur 16 manat. Qazı tapmaq üçün 7-də 4-ünü tapıram. 56-nı bölürəm 7-yə, vururam 4-ə. O da eləyir 32 manat. Suyu tapmaq üçün 56-nı bölürəm 7-yə, vururam 1-ə. O da eləyir 8 manat. İndi məndən soruşur ki, qaza xərclənən pul, yəni 32 manat, işığa xərclənən puldan, yəni 16 manatdan nə qədər çoxdur? Nə qədər çoxdur deyirsə də, çıxıram. 32 çıx 16 bərabərdir 16 manat. Doğru cavab 16 manat olacaq. Bu qədər uşaqlar. PDF versiyanı əgər əldə eləmək istəyirsinizsə, videonun açıqlama qismindən yükləyə bilərsiniz. Sağ olun, salamat qalın.